Hər vaxtınız xeyir dəyərli izləyicilər. Qərb Xəbər TV-də xəbər vaxtıdır. 24 aprel 2025-ci il günorta saatına olan xəbərlər blokunu təqdim edirik. Rəsmi xəbərlərlə başlayaq. Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur. Azərbaycanla Çin arasında ümumvətəndaş pasportlarla müayini iki vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı saziş imzalanır. Qərb Xəbər.com xəbər verir ki, sazişi Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və Çinin Xarici İşlər Naziri Van Yi imzalayıblar. Azərbaycan-Çin birgə universitetinin yaradılmasının müzakirəsi aparılır. Azərbaycan-Çin birgə universiteti yaradıla bilər. Qərb Xəbər.com xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının daimi komitəsinin sədri Zhao Liyi ilə görüşündə müzakirə edilir. Görüşdə birgə universitetin yaradılması perspektivləri ətrafında fikir mübadiləsi aparılır. İrəvanda qondarma erməni soyqırımı yürüşündə Azərbaycan və Türkiyə bayraqları yandırılıb. İrəvandakı Respublika meydanında Osmanlı İmperiyasında qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə ənənəvi məşəl yürüşü başlayıb. Qərb Xəbər xəbər verir ki, bu il yürüş imtina etmə şüarı altında keçirilir. Aksiya başlamazdan əvvəl iştirakçılar Türkiyə və Azərbaycan bayraqlarını yandırdılar. Bundan sonra onlar Serna-Kaberdə doğru hərəkət ediblər. Paşinyan qondarma erməni soyqırımı yürüşündə bayraqların yandırılmasını təxribat adlandırıb. Ermənistan Baş Naziri Nikol Paşinyan İrəvanda qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib. Qərb Xəbər.com xəbər verir ki, bu barədə Baş Nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib. Onun sözlərinə görə Paşinyan bunu təxribat adlandırıb. Baş nazir Paşinyan belə praktikanı pisləyib, bunu məsuliyyətsiz və qəbul edilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu təxribat və qızışdırıcı praktikadır, Bağdasaryan qeyd edib. Müdafiə Nazirliyi hərbi vəzifəlilərinin toplanışını keçirir. Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplantısında praktiki məşğələlərə xüsusi diqqət yetirilir. Bu barədə Qərb Xəbər.com-a Müdafiə Nazirliyindən məlumat verilir. Tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə xüsusi təyinatlı hərbi hissələrdən birində nəzəri və praktik məşğələlər keçirilib, hərbi vəzifəlilərin sıra hazırlığı təkmilləşdirilir. Müxtəlif təlim sahələrində baş tutmuş məşğələlər zamanı əvvəlcə hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib. Yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq edilib. Eləcə də Azərbaycan ordusunun mühəndis bölmələrinin silahlanmasında olan müasir xüsusi vasitələr barədə geniş məlumatlar verilib. Məşğələlər zamanı hərbi vəzifəlilər bölmələrimizin silahlanmasında olan atıcı silahların natamam sökülüb yığılması üzrə praktiki vərdişlərini sınayıblar. Həmçinin fərdi kimyəvi mühafizə vasitələrindən istifadə qaydalarını öyrəniblər. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparıldıqdan və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra onlar müxtəlif atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra ediblər. Plana uyğun olaraq təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərin təkmilləşdirilməsi, eləcə də ordumuzun arsenalına yeni daxil edilmiş silahlarla tanış olmaq, onların döyüş tətbiqini öyrənmək məqsədi ilə keçirilən təlim toplantısı davam edir. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşü Xankəndində keçiriləcək. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşü Xankəndində keçiriləcək. Qərb Xəbər.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı imkanlar və perspektivlər mövzusunda keçirilən panel müzakirəsində deyib. Azərbaycan bu il Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşünün 17-ci iclasını təşkil edəcək. Bu ilki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq deyə o qeyd edir. Qeyd edək ki, İƏT-in 16-cı zirvə görüşü 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilir.
Bank kartlarının təxribatı davam edir. Vətəndaşların bank kartlarından ötən gün 20 min manatdan çox vəsait oğurlanıb. Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki GBV və GBC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsullarla 20 min manatdan çox vəsaiti kartlardan oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var deyə məlumatda qeyd olunur. Xarici xəbərlərlə davam edirik. 1156-cı gün Rusiyanın itkiləri yeniləndi. Ukrayna müharibəsinin 1156-cı günü üçün Rusiya ordusunun itkiləri haqqında məlumat yenilənir. Xəbər.com xəbər verir ki, bu barədə Ukrayna baş qərargahı məlumat yayıb. Məlumata əsasən Rusiya indiyə qədər 945.330 hərbiçi, 10.694 tank, 22.312 ədəd zirehli döyüş maşını, 26.823 ədəd artilleriya sistemi, 1369 ədəd reaktiv yaylım atəşi sistemi, 1141 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 45.755 ədəd avtomobil texnikası, 33.660 ədəd PUA, 3.148 qanatlı raket, 28 gəmi kater, 1 sualtı qayıq, 3.860 xüsusi avadanlıq itirib. Zelenski London görüşünə münasibət bildirib. Ukrayna prezidenti Volodymyr Zelenski Londonda keçirilən və bir neçə ölkənin nümayəndələrinin sülhə nail olma yollarının müzakirə etdiyi görüşlə bağlı bəyanat verib. Xəbər.com xəbər verir ki, Zelenski görüşlə bağlı öz Telegram kanalında paylaşım edib. Çoxlu emosiyalar oldu, amma yaxşıdır ki, 5 ölkə sülhə yaxınlaşmaq üçün bir araya gəldi. Ukrayna, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və Almaniya. Tərəflər öz baxışlarını bildirdilər və bir-birlərinin mövqelərinə hörmətlə yanaşdılar, o yazıb. Zelenski, ABŞ-ın öz baxış bucağını paylaşdığını, Ukrayna və digər Avropa ölkələrinin də öz hazırlıqları, təkliflərini təqdim etdiklərini deyib. Ümid edirik ki, məhz bu cür bircə iş uzun müddətli sülhə gətirib çıxardacaq. Tərəfdaşlarımıza təşəkkür edirik. Ukrayna həmişə öz konstitusiyasına uyğun şəkildə hərəkət edəcək və biz tam əminik ki, tərəfdaşlarımız, xüsusən də ABŞ, öz güclü qərarlarına uyğun olaraq hərəkət edəcəkdir, deyə Zelenski əlavə edir. Ukrayna kütləvi raket hücumuna məruz qalıb, ölənlər var. Ötən gecə Ukrayna Rusiya tərəfindən kütləvi hücuma məruz qalıb. Kiyevdə zərbələr nəticəsində çoxlu insan ölüb, onlarla insan yaralanıb. Xəbər.com xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə bugün səhər saatlarında olan məlumatlara görə 9 nəfər həlak olub. Bundan başqa hava zərbələri nəticəsində 63 nəfərin xəsarət aldığı bildirilir. Onlardan da 6-sı uşaqdır. Xəsarət alanların 42 nəfəri xəstəxanaya yerləşdirilib. Yaşayış binalarında dağıntılar olub. Dağıntılar altında qalan insanların axtarışı davam edir deyə məlumatda bildirilir. Trump Putinlə görüşə bilər. Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşmə ehtimalı azdır. Lakin görüş 2025-ci ilin mayında Yaxın Şərq səfərindən sonra baş tuta bilər. Xəbər.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump deyib. Mən Putinlə görüşəcəyəm. Səudiyyə Ərəbistanında görüş mümkündür, amma çox güman ki, görüş həmin vaxt baş tutmayacaq. Düşünürəm ki, bundan sonra tezliklə onlarla görüşəcəyik deyə Trump bildirib. Qeyd edək ki, Donald Trump mayın 13-dən 16-sına dək Yaxın Şərqə səfər edəcək. Səfər çərçivəsində o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində olacaq.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stephen Witkoff Rusiya prezidenti Vladimir Putinlə aprelin 25-də Rusiyada görüşə bilər. Xəbər.com xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən Axios portalı məlumat yayır. Göyərtəsində Witkoffun olduğu Gulfstream G650 təyyarəsinin Parisdən Rusiyaya doğru uçduğu güman edilir. Bu məlumatı Flight Radar izləmə xidməti tərəfindən təsdiq edildiyi bildirilib. Zelenski yanlış istiqamətdə hərəkət edir. Ağ Evdən belə bir bəyanat verilib. ABŞ administrasiyası hesab edir ki, Volodymyr Zelenski Ukraynada sülhə doğru deyil, əks istiqamətdə hərəkət edir. Xəbər.com xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Caroline Leavitt məlumat verib. ABŞ prezidenti Donald Trump məyusdur. Onun səbri tükənir. O sülhə nail olmaq istəyir. Ancaq təəssüf ki, prezident Zelenski yanlış istiqamətdə hərəkət edir deyə Leavitt bildirir. Çinə bir tərəfli rüsum endirimi olmayacaq. ABŞ Çindən gələn məhsullar üçün gömrük rüsumlarını bir tərəfli qaydada azaltmaq niyyətində deyil. Vaşinqton Pekinin rüsumları azaltmasını və ABŞ üçün ticarət maneələrini qaldırmasını görmək istəyir. Xəbər.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Caroline Leavitt deyib. Bildirmək istəyirəm ki, Çinə bir tərəfli rüsum endirimi olmayacaq. Prezident açıq şəkildə bildirdi ki, Çin ABŞ-la razılaşmalıdır və biz bunun baş verəcəyinin son dərəcə inanırıq deyə Fox News açıqlamasında o qeyd edildi. Avropa İttifaqı ABŞ-a qarşı tariflərə yenidən baxa bilər. Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarına qarşı sərt cavab rüsumlarının tətbiqi, eləcə də ABŞ silahlarının alışını azaltmaq imkanlarını nəzərdən keçirdir. Xəbər.com xəbər verir ki, bu barədə Politico qəzeti məlumat yayıb. Politicoya görə əks tədbirlərə yeni silah təchizatı kanallarının yaradılması, Avropa hərbi sənaye kompleksinin muxtariyyətinin artırılması və sair kimi addımlar daxil edilə bilər. Həmçinin Brüssel ABŞ şirkətlərinin bankların fəaliyyətini məhdudlaşdıra, patentləri etibarsız hesab edə və ya şirkətlərin proqram təminatı yenilənmələrindən və ya yayımdan gəlir əldə etməsinə mane ola bilər. Bundan əlavə, Almaniya, Fransa və Polşada gələcək müdafiə müqavillərini ABŞ-dan Avropa istehsalçılarına köçürməyi düşünür. Amerika Birləşmiş Ştatları iki tərəfli məsləhətləşmələrdən sonra Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyini daha yaxşı başa düşür. Xəbər.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marco Rubio Presə müsahibəsində deyib. Bizim gördüyümüz iş Rusiyanın mövqeyinin nə olduğunu anlamaqdır. Biz bunu indi daha yaxşı başa düşürük. ABŞ dövlət katibi Ukraynada müharibənin hərbi yolla həllinin olmadığını da vurğulayıb. ABŞ-ın rəhbərlik etdiyi danışıqlar uğursuz olarsa, Ukrayna gələcəkdə daha pis vəziyyətə düşə və Rusiyadan daha sərt sülh şərtləri ala bilər deyə Rubio əlavə edib. ABŞ Avropanın təhlükəsizliyini təmin etməyəcək. ABŞ artıq Avropanın təhlükəsizliyinin qarantı ola bilməz. Xəbər.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Naziri Pete Hegseth bildirib. ABŞ-ın Avropa təhlükəsizliyinin yeganə təminatçısı olduğu dövr arxada qaldı deyə qeyd edib. Sergey Lavrov, əmək miqrantlarının azalması bizim maraqlarımıza uyğun gəlmir. Əmək miqrantlarının sayının azalması Rusiyanın iqtisadi inkişaf planlarını təhlükə altına qoya bilər. Xəbər.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Özbəkistanda səfərdə olarkən bildirib. Vəziyyəti qlobal miqyasda götürsək, əlbəttə ki, əmək miqrantlarının sayının azalmasına gətirib çıxaracaq tədbirlər bizim maraqlarımıza uyğun gəlmir. Çünki işçi qüvvəsinin çatışmazlığı ölkənin inkişafı ilə bağlı müvafiq planları daha da az reallaşdıra bilər deyə Rusiya Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb. Eyni zamanda Lavrov qeyd edib ki, miqrantlar Rusiya qanunvericiliyinə əməl etməlidirlər. Problemin ikinci hissəsi Rusiya qanunlarına riayət etmək və əmək miqrantları arasında kriminal meyillərin yaranmasının qarşısını almaq zərurəti ilə bağlıdır. Bu cür hallar baş verir. Və bir idman xəbəri ilə buraxılışımızı tamamlayırıq. Azərbaycan Kuboku finalda Qarabağ və Sabah qarşılaşacaq. Azərbaycan Kubokunda yarım final görüşlərinin cavab oyunlarına start verilib. Xəbər.com xəbər verir ki,
Hər iki görüş bu gün baş tutacaq. İlk oyunda Qarabağ Araz Naxçıvanı qəbul edib. Ağdamlılar 0-1 hesabı ilə məğlubiyyətin əvəzini çıxa biliblər. Meydan sahibləri böyük hesablı qələbəyə sevinib 3-0. İkinci oyun Sabah doğma meydanda Neftçini qəbul edib. Tərəflər arasında ilk görüş Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı. 2-1. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1-1 hesabı ilə nəticə ilə başa çatıb. Bu nəticə ilə Sabah adını final mərhələsinə yazdırıb. Neftçi isə kubokla vidalaşıb. Sabah finalda Qarabağla qarşılaşacaq. Dəyərli dinləyicilər, bununla da Qərb Xəbər TV-də 24 aprel 2025-ci il tarixinə xəbərlərin günortaya olan buraxılışını tamamladıq. Xoşça qalın, bizimlə qalın, Qərb Xəbər TV-ni izləyin.